Salam hörmətli müəllimlər, hər vaxtınız xeyir olsun. Mən müəllimlərin işə qəbulu və sertifikasiyası üzrə təlimçi tarix müəllimi Rəhman Polad. Müəllimlərin işə qəbul imtahanına və sertifikasiya imtahanına hazırlaşan tarix müəllimləri üçün MİQ və sertifikasiya noyabr hazırlıq qruplarına qeydiyyat prosesimiz başlamışdır. Dərslərimiz noyabr ayının 3-dən etibarən başlanılacaq. Həftədə 3 dəfə 1-ci, 3-cü və 5-ci günlər saat 19:00-da başlanılacaq. Dərslərin gedişat prosesi Zoom platforması və Kurikulum sayti üzərindən həyata keçiriləcək. Yəni müəllim, müdavim həftədə 3 dəfə 1-ci, 3-cü və 5-ci günlər saat 19:00-da nəzərdə tutulan mövzuların, məsələn bizim bu günləri tutaq ki noyabr ayının 3-üdür. İlk mövzumuz Azərbaycan ərazisində ibtidai icma cəmiyyətidir. Həmin mövzunun sual-cavab prosesini həyata keçirəcək. Yəni sual-cavab müzakirəmiz baş tutacaq Zoom üzərindən. Daha sonra Zoom'da etdiyimiz sual-cavab özü də ekran kaydı olunaraq yenidən Kurikulum saytına yükləniləcək və Kurikulum saytında həmin mövzu izahı olacaq və həmin mövzunun testi olacaq. Yəni Kurikulum saytında müdavim, müəllim dərsin mövzunun video izahını, testini və Zoom'da edilmiş sual-cavab proseslərini görəcək və digər materiallarla tanış olacaq və eyni zamanda Zoom üzərindən də sual-cavab prosesi təşkil ediləcək. Yəni bizim sayt və Zoom üzərindən həyat keçirəcəyimiz bu proses artıq demək olar ki, həlledici və yaxud əsasını təşkil edəcək hazırlıqlarımızın. Proqram 70 mövzudan ibarətdir. Yəni 70 mövzu izahı, 70 mövzu testi, 40 bölmə sınaq imtahanı, 40 ümumi sınaq imtahanı, 15 xəritə sınaq imtahanı və digər yenilikləri, ziddiyyətləri, mədəniyyətləri, sosial-iqtisadi və digər məsələləri əhatə edən materiallar, testlər, PDF-lərlə əhatə olunacaq. Zoom, WhatsApp, YouTube platforması vasitəsilə biz müxtəlif kontekstli dərs proseslərini həyata keçirəcəyik. Yəni mövzuların sual-cavab prosesi, müzakirəsi baş verəcək Zoom üzərindən, bölmələrin sual-cavab müzakirəsi baş verəcək WhatsApp üzərindən və digər əlavələrimiz isə YouTube üzərindən təşkil olunacaq. Yəni sizin 3 həftədə əsas dərsinizdən əlavə köməkçi dərslər də olacaq. Yəni sual-cavab prosesi və test formatı MİQ və sertifikasiya imtahanına hazırlaşan müəllim üçün 90% əsas təşkil edəcək. Bunun 60%-i testdir. Tamamilə MİQ sertifikasiya formatında xırdalıqları özündə əks etdirən testlər. 30% əsas olaraq sual-cavab prosesi və digər 10% isə digər məsələlərin, video izahının, köməkçi vasitələrin payına düşəcək. Müəllimlərin işə qəbul imtahanında və sertifikasiya imtahanında ən yüksək nailiyyəti, ən yüksək uğuru əldə etmək istəyən tarix müəllimi hesab edirəm ki, bizi seçməlidir. Çünki bizim sual-cavab prosesimiz, bizim testlərimiz, yanaşma tərzimiz tamamilə imtahan formatındadır. Hər kəsə uğurlar.